Robert Şeklinin bir əsərində oxumuşdum, əsərin adı yadımda deyil. Uşaq bağçasından qaçan uşaqlar haqqında. Deməli, bir uşaq bağçası olur. Orada hər gün uşaqlara qorxulu nağıllar danışırlar və bu qorxulu nağılların içində də əsasən bağçadan qaçmaq haqqında olur. Deməli, bu bağçadan kim qaçsa, onu ilk növbədə çox sıx və qorxulu bir meşə qarşılayacaq. O meşədə gecə vaxtı çox qorxulu, vahiməli səslər olur. Yırtıcı heyvanlar yaşayır o meşədə. Ondan sonra bir quru səhra gələcək və yandırıcı günəş. Ondan sonra kolluqlar, çaylar, dərələr, dağlar. Bir sözlə bu bağçadan qaçmaq mümkünsüzdür. Və hər gün bu nağılı bu uşaqlara danışırlar. Amma üç dost bir gün qərar verirlər ki, yox, bu qorxulara baxmayaraq bu bağçadan qaçmaq lazım. Və qərarlaşırlar, gəlirlər bağçanın hasarlarına. İki dost hasarı keçir. Üçüncü dost qorxur və özləri üçün hazırladığı o azuqəni də dostlarına verir ki, siz gedin, mən getmirəm, mən qorxuram. Nəsə bu iki dost yola düşürlər, bu həmin qaranlıq, sıx meşədən keçirlər. Şimşək çaxır, yağış yağır. O nağılda deyildiyi kimi gecə çox vahiməli səslər və s. və qabaqlarına çıxır və əmin olurlar ki, nağılda deyilənlər sən demə doğruymuş. Ondan sonra qabaqlarına səhra çıxır, artıq bunların suyu da, azuqəsi də bitmiş olur. Bundan sonra çay da keçirlər, dərələrə də düşürlər, dağları da qalxırlar. Üst başları cırılmış şəkildə, əldən düşmüş şəkildə son aşırımı keçəndə baxırlar ki, uzaqdan bir eyvandan, şüşəli eyvandan bunları kimsə izləyir və gəlib ora çatanda öz valideynlərlə qarşılaşırlar. Sən demə, bu uşaqları imtahan edirlərmiş ki, görək hansı uşaq cəsarət eləyib bağçadan qaçsa və bu çətin, çox qorxulu və ağır yolu keçsə, onu da özləri ilə kosmosa ekspedisiyaya aparacaqlar. Və yalnız o iki uşaq bu şərəfə layiq görülür və o səyahətə valideynlərlə bir yerdə çıxır. İndi biz də bu dünyaya gəlmişik, bizim ruhumuz, bizim o mənəvi valideynimiz bizim qarşımıza əlbəttə ki, bu cür qorxulu nağıllar və hadisələr çıxardır. İstər bu dini mətnlərdə olsun, istər digər bədii əsərlərdə olsun. Həyatı bizə çətindir, ağırdır, qorxuludur. Ya filan şeylər yalandır, xurafatdır və s. və axır. Yəni bizə hər cür formada bizim çəkinəcəyimiz, bizim uzaqlaşacağımız və dərindən araşdırmağımız üçün içinə girəcəyimiz o qorxulu nağıllar kimi bilgilər verilir ki, biz o yola baş qoymayaq. Amma insanlar var ki, bu qorxulardan aşırlar, cəsarət eləyirlər, araşdırırlar. Hər şeyi təqdim olunduğu kimi qəbul eləmirlər, bir arxasına baxmağa çalışırlar. Bu, istər teizm olsun, istər materializm olsun, fərqi yoxdur. Heç bir bilgini, heç bir informasiyanı bu həqiqətdir, bu doğrudur. 100% belədir qəbul eləməyin. Özünüzü araşdırın, özünüzü axtarın. Baxın, görün bu dünyaya niyə gəlmişsiniz, kimsiz, hardan gəlmişsiniz, hara gedirsiniz, niyə gedirsiniz. Yenə deyirəm, əlimizdə olan kitablar, bilgilər, informasiyalar kimlərinsə təxəyyülünün və yaxud da ki, kimlərinsə doktrinası ola bilər. Ki, kimlərsə oyanmasın, kimlərsə başını qaldırmasın. Bu belədir. Bu araşdırılıb, sübut olunub. Elmi sübutu yoxdur, elmi sübutu var. Ümumiyyətlə, sübut hansısa elmi araşdırmaların və yaxud da ki, təqdimatların meyarı ilə ölçülmür. Bir çox şeylər var ki, onlar elm tərəfindən sübut olunmayıb, amma var. Bir çox insanlar həyatlarında müxtəlif şeylərlə rastlaşıblar, müxtəlif şeylərə şahid olublar. Onlar haqqında heç bir kitabda, heç bir elmi dairələrdə söhbət aparılmır və yaxud da ki, üstü örtülür. Ona görə çalışın, bir gün siz də cəsarət toplayıb, azuqənizi toplayıb, o uşaq bağçasından qaçın və görün sonda sizi nəyə gözləyir. Yolunuz açıq olsun.